Mənasız bir yaz axşamından hepinizə mərhabalar. Bayaqdan danışıram kameranın qabağında. Rekord düyməsinə basmaq yadımdan çıxıb yenə öz-özümə danışırmışam. Qısa özət keçim. Bugün 5-ci gündür, 18 aprel, saat 11-ə qalır, 15 dəqiqə falan. İmtahana bir gündən, 2 gündən çox az qalıb, çox az qalıb. Mən bu hazırlaşanda 20 variantları istifadə edirdim, bu 20 sınaqları. Bundan Azərbaycan dilindən qurtarmışam demək olar. Yəni 3 dənə sınağım qalıb, 8, 9, bir də 15-ci sınaqların qrammatikası qalıb. Onları da desəm ana dilini qurtarıram. Sonra riyaziyyatın 20 sınağında, riyaziyyatın 20 sınağının 9-cu və 10-cu mövzu sınaq qalıb. Ondan 20-yə kimi olsa ümumi sınaqlardır. Əsas bu 9-10 mövzu sınaqlarını bu gecə qurtaracağam. Ondan sonra nə qədər vaxtım çatırsa, sabah bir də axşam 9-a kimi yaza bildiyim qədər dərs yazacağam. 9 yox, 9 gecə olur. 7-yə kimi, 6-ya kimi yaza bildiyim yazacağam. Ondan sonra çalışdığım qədər kitabdan, iqradan, hər şeydən uzaq qalmağa çalışacağam da beynim dincəlsin biraz. Çünki bazar günü imtahanda çox belə Nəbruskiyə düşməyim. Sonra Nəbruski mənasız qurdum cümləni. İngilis dilindən 8, 9, 10 mövzu sınaqları qalıb. Bu mövzu sınaqlarının listeningini falan yazmayacağım. Çünki onları da eləsəm çox vaxtım gedəcək. Əsas birinci 8, 9, 10 mövzu sınaqlarının qrammatikasını yazacağım. Ondan sonra bunu qrammatika yazmaq, bir qrammatika yazmaq mənim uzaqbaşı 7-8 dəqiqəmə aparır da. Ondan 20-yə kimi bütün qrammatikanı çalışacağım, bu gecə qutarım. Ondan sonra sabahları döyəcək, bu readingidir, listeningidir, writingidir. Vaxt tapdıqca, yəni vaxt qaldıqca eləyə bildiyim qədərini eləyərəm. Bu gecəki əsas məqsəd Azərbaycan dilindən 3 dənə qrammatika sınağı işləmək, riyaziyyatdan 2 dənə mövzu sınağı işləmək, ingilis dilindən 3 mövzu, 10 dənə ümumi sınaq işləmək. Gecə böyük ehtimal etməyəcəm, çünki bir gecə də özümə zülüm verim, ondan sonra onsuz istədiyim qədər yatacağım. İmtahandan sonra bir dənə aprelin 20-si imtahanı verəcəyəm. Bir ay 25 gün, 2 ay qalır da. 2 ay ərzində də məktəbə gedəcəyik. Yəni normal əvvəlki rutinə qayıdırıq da, hazırlıqlar falan yox. Tək məktəb dərsləri. Sonra KSG-BSG-lər 3 ay tətil. Yəni bu gecə də şey eləyək. Yayda işlə, qışda işlə. Atalar sözü. Nəsə də indi bir dənə bunları bu gecə eləyim. Saat 10-un yarısına kimi bunları qutararam böyük ehtimalla. Hətta əslində daha tez qutararam. Saat 3-ə kimi bəlkə mən bunları qutararam. Ondan sonra keçirəm ümumi sınaqları işləməyə. Valla, eləmək olar. Saat 10-un yarısı duracağam. Bir dənə ayılıb özümə gəlib. 10-un yarısı yox, 9-10 işləmək üçün bir dənə böyük ehtimal. Sinif hazırlığı edəcəyəm. Ondan 12-yə. Daha sonra isə 12-dən 2-yə kimi yenə başlayaram sınaq işləməyə. Yəni hansı qalsa da bu dəqiqə planlı bir şey eləməyəcəyəm ki, birinci bunları işləyim, sonra bunları işləyim. Bu dəqiqə məsəl üçün mənim riyazi bir şey eləməyə xotum varsa, riyazi bir şey eləyərəm, riyaziyyat eləyərəm. Yox, hesablamaq beynim tormozlanırsa, keçirəm Azərbaycan dilinə ki, daha biraz relaks olum da, beyin dincəlsin. Yəni o cürə gedəcək. Planlı bir şey eləməyə çalışmayacağım. Mən planlı bir şey eləyəndə həmişə əlimi üzümü bulaşdıram da, həmin şey. Ona görə şey eləyəcəm, plansız. Sonra 12-dən 2-yə kimi şey eləyəcəm, bunları yazdım, tutaq ki, 2-dən 4-ə kimi. Sonra mənim əlavəm olacaq ingilis dilindən. Bir dənə ona gedib 100 dənə ümumi sınaq, 100 dənə sual işləyəcəyik, bir də listening, reading ümumi eləyib dağıtışacağıq. Daha sonra isə 4-dən 6-ya kimi falan böyük ehtimalla eləyərəm dərs. Yenə nə eləyə bilsəm, nə çatdıra bilsəm. Daha sonra isə 6-da artıq hər şey qoyacağım qırağa. Bir dənə bu videonun montajını eləyəcəyəm. Yəni telefondur, dərsdir, kitabdır falan, hər şey qoyacağım qırağa. Full belə istirahət, dincəlmək. Bir də səhər açılsın, telefonu bir dənə götürüb videonun başlanğıcını verəcəyəm. İmtahana getmə ərəfələrini falan çəkəcəyəm də imtahan verəm də vlogun çəkim. Bəlkə düzəməlli bal yıxsaq və klip düzəldərik.
O da yenə də deyirəm, video çəkəndə də belə bu əsas ekran var ya, bir dəqiqə gördüyüm, mən normalda qabaq kameranı çəkirəm, onu ilə belə çəkməyəcəm, amma arxa kameranı çəkəcəm ki, ekranı falan heç nə görməyim də. Oy, hə belə bu cürlə. Bir dənə imtahana girib, gedən ərəflərdə vlog çəkib, əsas söhbət çıxanda olacaq da, əsas və hər şey çıxanda bilinəcək. Nəysə, indi bir dəqiqə, belə bir şey var mı? Sütlü, köpüklü, kohve. Ha, bundan böyük ihtimal bir yuxsuzluq falan aparmayacaq. Prosta tadı var deyən içirəm. Yəni, bir dənə bu gün də bu cür olacaq, bir də sabahlara 6-ya kimi bu cür olacaq. Ondan sonra daha relax və ondan sonra bir dənə o imtahanı verəndən sonra normal videolarda çəkə biləcəm. İstəyir TikTok olsun, istəyir YouTube olsun. Hal-hazırda mənim video çəksəm belə onu editləməyə vaxtım yoxdur. Video çəkmək də problemdir. Videonun skriptini yazmaq elə nə qədər vaxt istəyir. Onu da eləməyə mənim vaxtım yoxdur. Bir daha bu imtahanı verib qutarsaydım, rahatlaşsaydım, qəşəng videolar çəkərdim. Normal balım olsa, əgər video çəkməyə üzüm olsa, ağlımda qəşəng şeylər var da, qəşəng kontent ideyaları falan var ağlımda. Yay boyunca inşallah onların hamısını eləmək istəyirəm. Alınsa da eləyərik. Hətta nə bilim, oyun videoları falan çəkərəm, o beşər şeyəm mən. Siz də əgər mənim kimi beşarsızsa baxarsınız, deyilsizsə baxmazsınız, nə bilim, o da sonra baxarıq. Bu dəqiqə motivasiya videolarına sarmışam. Ya, bədbəxtlik niyə? Belə. Və bunu deyim, Azərbaycan dilindən sınaq 8-dən sınaq 9-u qutardım, 8 sınaq olmuş qaldı. Və bunu da işləyib Azərbaycan dilini bitirirəm. İlk dəfə ki, belə üstə demiş, qayrətliyəm. Hal-hazırda anlıq vəziyyət belədir. Azərbaycan dilini bitirdim. Qaldı sadəcə ingilis dilindən 3 dənə mövzu sınağı, riyaziyyatdan 2 dənə mövzu sınağı və bir də hərəsindən 10 dənə ümumi sınaq. Və ortalıqda bir dənə kompüterdə bir tərəfdən full motivasiya videolar gedir. Mahnıya qulaq asmağa başım buraxmışam hələ ki, çünki Azərbaycan dili işləyəndə mahnı falan tam alınmırdı. İndi motivasiya videolarını başına buraxıb getirəcəm bu mahnılara. Dımdız, onlar arkadan avlar. Sonra burada gözüm belə tutum bir dənə. Şunurlu naşnik, şunursuz naşnik. Bu şey belə basanda çıxan sadə karandaş ekləmə deyib də. Mesela bundan da belə bir şey var. Fosforlu şey. Highlighter idi, neydi bunun adı? Pozan. Powerbank. Sınaqlar və çikolata. Şey, giydirmə latte. Jacobs'un atısı. Nescafe Gold'un atısı. Bir dəmə. İndi bir şey yadıma düşdü. TikTok'da falan görmüşdüm bir dəfə. Bu latte içinə marojna atırlar falan. Sütdünəlli, vanilli marojna atırlar. İçirlər, dillərinə görə qəşəng olur. İndi məndə giydirmə latte var bir dənə. O ilə yoxlayım. Beşarsızlıq donsuz, həm beynim də yanırdı, yorulmuşam. Onu yoxlayaq, həm vaxt gedər biraz, həm dincəlmiş olaram, həm də bir şey içim də boğazım quruyub ayaqdan. Məsələn, yoxlayaq. Bir dənə bunlar bir dənə marojna götürmüşəm. Hal-hazırda Azərbaycan dilindən 3 sınaq bitib və riyaziyyatdan da sınaq 9-u bitirdim. Sadəcə bir dənə sınağım qalıb, mövzu sınağı 10. O da fiqurların oxşarlığı, koordinatlar üsulu və çox üsullara aiddir. Onu da bilirsəm, artıq riyaziyyatı tamamilə mövzu sınaqlarını bitirmiş oluram. Azərbaycan dilini həm mövzu sınaqlarını bitirmişəm, həm ümumi sınaqlarını bitirmişəm. Çünki Azərbaycan dilini mən hazırlıqdan da işləyirdim, amma bu ingilis dilində riyaziyyat bizə hazırlıqdan işləmirdi. Ona görə Azərbaycan dilini bitirmişəm, amma ingilis dilində riyaziyyat qalıb. Riyaziyyatı bu gün bitirəcəyəm, ingilis dilini də bu gün bitirəcəyəm, hətta ingilis dilinin ümumi sınaqlarını da bu gün işləyəcəyəm. Yaşam belirtisi. Saat 2-yə qalır 15 dəqiqə. Mənim riyaziyyatdan son 4 sualım var. Ben 21, 22, 23, 24, 25, bir de 20, 6 sualım var. Bunu da bitirim, keçirəm ingilis dilinə. İnanın, ingilis dili eləməyi, belə nə deyim, darıxıram. Həm belə
İşgəncə çəkərək elədiyim ingilis dili idi, amma bu dəqiqə ingilis dili eləmək üçün hər şeyimi verərdim. Bu riyaziyyatdan canım qutarsaydı bir dənə ən belə zəhləmcidən mövzu sınaqları da funksiya, çevrənin nə bilim tənliyi, sonra pallegram zad qurtarmır. İlişmişəm, bir dənə sual 10 dəqiqəm gedir. Amma yaxşıdır ya, babat şeylər öyrəndim. Və burada olanlardan harada bunlar. Bir dənə bu qaldı. Bayağı ikisini də içdim. Təzərətqam da ölmək üzrədir. Eləmədim. Mən də ölürəm. Yorğunçuluqdan. Bəlkə də yatdım mən. İngilis dilində mövzu sınaqlarını qutarım. Bəlkə də yatdım. Ümumi sınaqları çəkmədim heç. Amma disipliniyə qədər. Deyir ki, yorgun olabilirsin ama seni bekleyen hedeflerini hatırla. Uşaqlar, şükür riyaziyyatı qurtardıq. Artıq bu kitabla da işim, mövzu sınaqları ilə işim qurtardı. Onun təkcə ümumi sınaqları qaldı. Yuxum gəlmir, yəni qram yuxum gəlmir. Amma o bir dənə yorğunluq var bu dəqiqə məndə. Qram etsin eləmək istəmirəm. Prosto indi açacağım bir dənə ingilis dilində məcburiyyətdən mövzu sınaqlarını işləyəcəm. Sonra o mövzu sınaqları qutarsın. Saat bir 5-ə, 6-ya qalmış həkim ya da 5-ə qalmış həkim bir dənə yatacağım. Gün çıxan ərəfələrdə mən təzədən durub başlayacağım işləməyə. Yoxsa mən bu dəqiqə başım başlayıb. Bayaq bir dənə məsələ işləyirik. Və məsələdə çox rahat məsələdir ya, valla. Dəhşət rahatdır ya. Bir dənə perimetr EFT uzaqlığın perimetrini 400 verib. Mən o P-ni S oxumuşam. Başa düşmədim də necə eləyim, çatmadı mən. Girdim YouTube'dan izahına baxım. O da mənim kimi S oxuyub. Nə bilim, girib sinuslara, kosinuslara, biz də elə sinuslara teoremiyə zat keçməmişik də. Yoxsa kosinuslar teoremi idi. Yəni sinüs alfa, 2 sinüs alfa zat nəsə şey deyirdi, başa düşmürdüm eşinə. Dedim qoy keçim, o da onsuz keçirdi, bir məsələyə baxırdı, qaydırdı, keçirdi falan. Neyse axırda qayıdıb görür ki, bu perimetrdir. Mən də o perimetrdir deyəndən sonra başa düşmüşəm ki, bu perimetrdir. Mən bayaqdan bu P-nı S-kim oxuyuram deyənə. Bütün məsələ puç olub da. Ona görə bu dəqiqə riyaziyyatdan ümumi sınav işləyə bilmərəm. Başım o deyil bu dəqiqə, gərək bir dincəlim. İngilis dilindən də ümumi sınaq işləməyə qram axotum yoxdur. Ona görə mövzuları qutarım, əsas mövzulardır. Sonra indi durum səhər, ya da 6 civarı falan da gün çıxan ərəfələrdə durum, sonra işləyim, onun ki hazırlığıma gedim, qayıdım, işləyim, işləm 4, hazırlığıma gedim, qayıdım, 6-ya kimi işləyim, videonu montajlayım, paylaşım, dincəlim. Full o cür eləyim, bazar günü imtihana girim. Qəşəng 90+ inşallah. Bir dənə 90+ yazım qaydım. Da heç nəsə, çox şey istəmirəm ki 270 keçim, hər fəndən 90 keçim mənə bəsdir. Belə yox, belə bəsdir ya valla. Çox şey istəmirəm. Prosta ingilis dili müəllimim bir dənə 100 istəyir. Riyaziyyat müəllimim də 100 istəyir. Ana dili müəllimim də deyir, nə edirsən yer. Ana dili müəllimim əlini üzüb məndən. Çünki mən ilin əvvəlindən mənim boyum yerə soxularım. İlin əvvəlindən ana dilini oxumamışam. İmtihana 2 həftə qala, 3 həftə qala mənə tanq eləyib ki, ana dili vacibdir də, ana dilini mən oxumasam, yaza bilməyəcəm. Yəni, qırmızı əstədən kesilsəm, təkcə ana dilindən kesilərdim də, 75 keçə bilməzdim. İmtihana 3 həftə qala mən başlamışam oxumağa. Müəlliməm lağa qoyur məni ki, bəs nədir, indi ağlım başıma gəlib, indi başlamışam oxumağa. Mən zarifatsız mal ama ilin əvvəlindən mən oxusaydım ana dilini. Mən ilin əvvəlindən indi oxuduğum kimi oxusaydım bütün fənləri çox ayrı bir səviyyədə olardım. Of, kaşkilər. Amma hələ əsas qarşımızda 11 var. Gözləyim, daha maraqlı vloglarla daha çox oxuyacaq. Bir dənə ingilislə mövzu sınaqlarını işləyim. Amma yorğunam. Bir kom şahmat girim 3 dəqiqəlik. O qutarsın. Həm o vərəfələrdə dincəlmişdə olaram. Keçim ingilis dilinə sonra. Valla. Nəsə ingilis dilini işləyim. İngilis dilini qutarandan sonra böyük ehtimal video atmaram.
İngilizcə qutarandan sonra birbaşa qravata giriş eləyəcəm. Yəni bu belə hesab. Sənə görüşər inşallah. Uşaqlar, hal-hazırda saat 3-dür. Mən ingilis dili mövzu sınaqlarını indi bitirdim. Eləməndə olduğum tək hesabları riyaziyyatdan ümumi sınaqlar işləmək və ingilis dilinin ümumi sınaqlar işləməkdir. Bu qədər. Sağ ol. İndi gələm yatmağa. Bir də saat 6 üçün falan duracağım yəqin. Salamlar, sabahınız xeyir. Saat 6 civarı oyandım mən. Amma sınaq işləmədim. Dedim, hazır səhərdir, belə beynim açıqdır, ayıqam falan. Bəs oturum lüğət öyrənim. Lüğət falan öyrəndim 2-3 saat. İndi saat 10'a qalır hazırlığa edəcəm. Hazırlıqdan çıxdım, evə gedirəm. Azərbaycan dilindən babat təkrar elədik. İnşallah yadımdan çıxmasılar sabah kimi bu təkrarladığımız şeylər qəşəng olar. Daha sonra indi ingilis dilinə gedəcəm. İngilis dilindən də təkrarlar eləyəcəyik. Sonra ana dili ingilis dilindən çox belə böyük bir şey qalmayacaq. Sadəcə ingilis dilindən ümumi sınaqlar yazacağım. Daha sonra isə riyaziyyatdan ümumi sınaqlar yazacağım. İndi evə gedim, məsəl üçün saat 12 civarı falan bir şeydir də. İndi evə getdim, saat 2-yə qalmışa kimi riyaziyyatdan ümumi sınaq yazacağım. Bir yəqin 2 dənə ümumi sınaq çatdıraram da. Sonra hazırlıqdan qayıdım saat 4 olacaq. Sonra o ərəfələrdə ingilis dilinin ümumi sınaq şey. Əslində ingilis dilinin ümumi sınaq işləməyə bilərəm. Çünki əsas belə düşə biləcək tipli olanları işləmiş olacağam da orada mən. Sonra Azərbaycan dili, ingilis dili geçsəm, bir də riyaziyyat qalacaq. Riyaziyyatdan da ümumi sınaqları işləyərəm. Axşama kimi indi mən 5 dənə ümumi sınaq işləsəm, polnu bəs eləyər. Saat 6-dan sonra da bir daha bu videoyu render edib hər şeyin başına takıyorum. Hər şeyi qoyacağım qulağa da pis daha işlə təkrar edən deyiləm. Qəribədir ki, içimdə bir dəqiqə stres, həyəcan yoxdur. Qorxduğum şey odur. Həyəcanlı olsam, yəni bilərəm ki, həyəcanım keçəcək də. Məktəbin içinə girən kimi həyəcanım keçəcək. Amma bu dəqiqə məndə həmin o həyəcan da yoxdur. Yəni ondan qorxuram ki, birdən mandıraja düşərəm, heç nə eləyə bilmərəm. Tək bir dənə qorxduğum bu dəqiqə odur. Amma bu dəqiqə qram həyəcan, stres yoxdur. Hal-hazırda çıxdım evdən. Hazırlığa gedirəm. Riyaziyyatdan, ümumi sınaqlardan bir dənə işləyə bildim, bir dənə set çatdırdım. İndi hazırlıqdan qayıdandan sonra da ola bilər ki, 6-ya kimi eləməyim, daha çox eləyim. Saat 8-ə kimi falan eləyim. Sonra video montajlayayım, 9 civarı paylaşım. Sonra da yatım, səhər durum imtihana gedim. Belə.